Deməli, söz yaradacaq. Doğrusu, söz yaradacağında indi başlıq olaraq morfemika deyilən bir şey var. Morfemika əvvəlcə gələn o termin haqqında məlumat verir. Morfemika sözün yaranma yollarından bəhs edən dilçilik bölməsidir. Söz də 4 yolla əslində yaranmış olur. Bizə lazım olan 2 yoldur. Morfoloji yoldur. Morfoloji və sintaktik yol olmaqla 2 yolla yaranmış olur. Morfoloji yol deyəndə şəkilçi vasitəsilə yaranmalıdır. Yəni sözün düzəltmə olmasıdır. Amma sintaktik yolla sözün mürəkkəb olması başa düşülür. Bu rahat bir şeydir. Məsələn, götürək dostluq sözü necə yaranır? Morfoloji yolla yaranmış olur, söz düzəltmədir. Məsələn, dəvə dabanın sözü dəvə və daban sözündən ibarətdir deyə mürəkkəb sözü sintaktik yolla yaranır. Burada istisna hal var ki, deməli, əvəzliyin içərisində onlar əvəzliyi var. Onlar əvəzliyində la şəkilsi qrammatikdir. O əvəzliyindən yaranır, o sözün köküdür, növ dişləyici samitdir, la qrammatikdir. İstisna halı ki, qrammatik şəkilsi sözün yaranmasına xidmət eləmiş olur və həmin sözü morfoloji yolla götürürsən. Morfoloji yolla yaranan olmalı nədir? Leksik şəkilsi vasitəsilə, amma bu istisna təşkil edir ki, düzəltmə sözdür. Düzəltmə deyil, sadə sözdür, amma la şəkilsi morfoloji yolla yaranmasını götürülür. Bir də sözlərdə fonetik yolla yaranma da var, leksik yolla yaranma da var. Fonetik yolla yaranma düşmür, amma leksik yolla yaranma düşür tezdən. Leksik yolla yaranma nə deməkdir? Həmin sözün omonim olmasıdırsa, homonimdirsə, həmin söz leksik yolla yaranır. Bax, məsələn, yara sözü bədəndə olan yara mənasında. Deyək ki, bu söz həm morfoloji yolla yaranır, həm də leksik yolla yaranır. Morfoloji yolla yaranması sözün düzəltmə olmasıdır. Yəni, leksik yolla yaranması isə həmin sözün homonim olmasıdır. Həm homonimdir, bu leksik yolla yaranmadır. Həm düzəltmə sözdür, morfoloji yolla yaranmadır. Keçək, deməli, bu mövzuda söz yaradacağından səhəsində nədən danışmış olacaq? Eyni kökü sözlərdən, tez-tez düşən məsələ odur. Eyni kökü sözlər. Yəni, morfoloji yolla deyəndə, məsələn, yarmaqdan yara, ümumi yarı götürəndə ki, homonim olmalı. Yəni, sözün düzəltmə olması, onun morfoloji olaraq yaranması da, homonim olması da leksik yolla yaranmasıdır. Yəni, yara sözü həm leksik yolla yaranma hesab olunur, çünki homonimdir, həm də düzəltmə sözdür, deməli, morfoloji yolla yaranma hesab olunur. Eyni kökü sözlərlə bağlı qayda nədir? Söz bu il təzdən salatlar deyib, qəbula düşə bilər və fərqli tipdə sual salırlar. Qayda kimi də sala bilər, başqa yolla da sala bilər. Deməli, birinci qayda odur ki, söz mütləq şəkildə düzəltmə olmalıdır. Söz mütləq düzəltmə olmalıdır, birinci şərtin olur, düzəltmə. Yəni, sən sadə düzəltmə olmalıdır, düzəltmə. Sadə və mürəkkəb sözlərdə, eyni kökü axtara bilmərsən. Sadə söz ayrı məsələdir. Bir də deyir ki, məsələn, soyuqqanlı sözündə, mən onun tərkib hissələrini ayrıca, məsələn, təhlilə cəlb edib eyni kökü götürə bilərəm. Xeyr, mürəkkəb sözlərdə eyni kökü sən axtara bilmərsən. Yalnız düzəltmə olmalıdır, eyni kökü olması üçün. İkinci qayda odur ki, kökündən söhbət edir. Kökü eyni söz olmalıdır, eyni söz. Eyni məna bildirməlidir, eyni məna və eyni hissəsi olmalıdır. Eyni hissəsi olmalıdır, kökü ha. Yəni, artılan leksik şəkilsindən sonra fərqli bir şey deyə bilərsən. Bax, məsələn, atıram, götürək ki, bu gəldi, primitiv şeylərdir, amma yenə də deyəcək. Gəldi sözünü eyni kökü götürə bilmərsən hansı sözdən? Gəli sözündən. Onun gəliri artır. Bundan eyni kökü götürə bilmərsən də, çünki burada leksik şəkilsi yoxdur, burada var. Mütləq şəkildə söz düzəltmə olmalıdır. Eyni kökündən bağlı. Eyni kökü sözə həm eyni hissəsinə aid ola bilər, həm müxtəlif hissəsinə aid ola bilər. Deməli, həm müxtəlif ola bilər. İndi buna da toxunacam. Ona toxunmamışdan əvvəl leksik şəkilsi kökdən sonra da gəlsi olar, öndə də gəlsi olar, qrammatikdən sonra da gəlsə fərqi yoxdur. Məsələn, evimdəki sözündə evimdəki, ev sözünün kökü, qrammatik dəki leksikdir. Və yaxud da ki, evsiz sözü fərqi yoxdur. Yəni, mahiyyət odur ki, leksik şəkilsi var. Qrammatikdən sonra gəldi, gəlmədi, heç bir fərqi yoxdur. Və yaxud da ki, burada kökdən sonra gələr. Və yaxud da ki, təmizlik sözü kökə artırılıb leksik şəkilsi və yaxud da natəmiz sözü önə artırılıb. Yenə də fərqi yoxdur. Kök təmiz sözdür və eyni məna bildirmiş oldu. Deməli, eyni kökü götürə biləcəksən. Eyni köklü sözlər həm eyni hissəsinə, həm də fərqli hissəsinə aid ola bilər. Bu nə deməkdir? Kökü yox ha. Bax, eyni köklü nə deməkdir? Leksik şəkilsindən yaratdığın şəkildə bura qədər leksik şəkilsi yoxdursa, eyni köklü yoxdur. Leksik artırandan sonra eyni köklü yaratmış olursan. Bu hissəsi kökü eyni olmalıdır. Leksik şəkilsindən eyni köklü yaratdığın söz fərqli hissəsi ola bilər. Məsələn, evsizlik hansı hissəsidir? İsim. Evdəki hansı hissəsidir? Sifət. Bu fərqli hissəsidir, bu fərqli hissəsi oldu. Məsələn, evsizlik və yaxud da ki, evcik. Bu da eyni köklüdür. Bax, hamısı eyni köklü sözlərdir, deyilmi?
Bax, burada bununla bu eyni hissəyə sahib oldu və yaxud da ki, bu ikisindən aşağıdakı fərqli hissəyə sahib oldu. Əsas odur ki, kökü eyni, leksik şəklisi artırma vəziyyətində eyni hissəsi də yarada bilir, fərqli hissəsi də yarada bilir. Və eyni köklü sözlər eyni hissəsindən yarananda bile yaranmaya da bilir. Bax, kökü eyni olmalıdır, amma eyni hissəsindən yarananda bile yaranmaya da bilir. Nə demək istəyirəm? Sözün hansı hissəsindən yarandığını bilmək üçün nə lazımdır? Axırıncı leksik şəklisinin artırmasına baxırsın elə. Evsizlik ismi nədən yaranır? Evsiz sifətindən. Bu nədən yaranır? Ev isimdən. Bu nədən yaranır? İsimdən. Görsən, həm eyni hissəsindən yarana bildi, isimdən yarana bildi. Həm də müxtəlif hissəsindən yarana bildi. Yəni, evsiz sifətindən yarana bildi. Deməli, eyni hissəsindən yarananda bile yaranmaya bilər. Buna xüsusi fikir vermək lazımdır. Əsas odur ki, kök eyni olsun. Bir də, testlərdə belə bir sual salır ki, deməli, bax, məsələn, indi onun sınavına verəsən, eyni köklüyün. Bir də çalışın ki, çox xahiş, növbət dərsdən gecikməyəsiniz. Çünki hər dərs üçün mövzunun sınavına verəcəm ki, əvvəldən sınavını işləyəsiniz. Eyni köklü sözlərlə bağlı bir də belə bir sual salırlar ki, eyni köklü baxımından biri fərqlidir. Eyni köklü baxımından, deməli, eyni köklü baxımından biri fərqlidir. Biri fərqlidir. Məsələn, variantlarda yazıram ki, A variantıdır. Aldı, alacaq, alır. B variantında yazıram ki, evdəki, evsiz, məsələn, evcik. C variantı yazıram ki, düzgün, bir də düzdür. Məsələn, E variantı yazıram ki, D variantı daha doğrusu olsun. Bağban, bağlar, bağça. B variantı yazdım ki, deməli, gəldi, gələcək və s. Bax, biri fərqli deyəndə nəyi nəzərə tutmuşam? Variantların bütün hamısında hüküm şəklində deyə bilirsən ki, bu söz ya eyni köklüdür, ya eyni köklü deyil. Aldı, alacaq, alıb sözlərində hamısında qrammatik şəkilsizdir, sən buna deyirsən ki, dəqiq eyni köklü deyil. Elə? Evdəki, evsiz, evcik, dəqiq deyirsən ki, eyni köklüdür. Elə? Bağban, bağla, bağça. Köklərə başqa, daha doğrusu hədə köklərə başqa məna ifadə edir. Burada bağbanda kökü nədir? Ağacların bitdiyi bağ. Bağlamaqda kökü nədir? İlk mənasındakı bağdan söhbət edir də. Köklərin mənaları fərqlidir, dəqiq deyirsən ki, eyni köklü deyil. Elə? Gəldi, gələcək, dəqiq deyirsən ki, eyni köklü deyil. Sözlər haqqında, məsələn, bəzilərində deyirsən ki, dəqiq eyni köklüdür, bəzilərində deyirsən ki, eyni köklü deyil. Amma C variantında nümunənin eyni köklü olub-olmaması dəqiq deyə bilmirsən. Niyə? Düzülmək sözündə üç şəkilsi 4 variantı olduğunca feil artırılır. Düzgün sözündə gün şəkilsi 4 variantı olduğunca feil artırılır, elə? Düzdürmək sözündə düzdür daha doğrusu. Bu sözü düzdürmək feili kimi götürəsi olsan, dır şəkilsi leksikdir və bundan eyni köklü yarada bilər. Sən bunu sifət götürəsi olsan, sənin dediyin düzdür, dırı qramat götürərsən və ya modal söz kimi düşünəsi olsan, düzdür, doğrudur, kökü düzdür götürərsən. Deməli, modal söz kimi düşünəndə, sifət kimi düşünəndə, yəni leksik şəkilsi olmur. Düzdürmə feili kimi düşünəndə leksik şəkilsi olur. Bunlar eyni köklüdür, amma bunu dəqiq deyə bilmirsən, eyni köklü ola da bilər, onu bilir. Məsələn, biri fərqli deməli cavab səbəbi götürülür. Onlar bir öz aralarında eyni köklü olur, yoxsa başqa bir sözlə eyni köklü? Bunlar, üçsü. Ümumiyyətlə, eyni köklü öz aralarında, işlədiyi söz arasında, işlədiyi söz arasında. Məsələn, götürək ki, mən düzü sözündən evsiz sözünü eyni köklü götürə bilmərəm ki, çünki bir-birinə qarşılıqda baxmaq lazımdır. Deməli, eyni köklü baxımdan fərqli olan variant budur ki, bunu sən sifət kimi düşünə bilərsən, sözün köklü kimi düşünə bilərsən. Qəbula da onunla bağlı sual salmışdım, bununla bağlı belə bir sual salmışdım. Yəni, yol var ki, əvvəldən, məsələn, düz sözlü ya antonimli ya da sinonimli. Ən alternativ qayda odur, bəli. Bax, bir də o düzülmək sözüdə, sıxılmaq sözlərində elan edilir. Düzülmək, sıxılmaq sözlərində düzülmək, məsələn, düzgün, məsələn, düzdür. Şəkilsiyə görə də baxa bilərsən, kökü də yoxlaya bilərsən. Məsələn, olsun, düzləş və s. Bax, burada sözün kökünün hansı hissəsi olduğunu necə müəyyənləşdirsən? U şəkilsi nəyə artırılır? C sifəti artırılır, hər hansı bir sifətə. Yaxşı, pis. Artıra bilmirsən ki, C feili artırılır, görülmək, baxılmaq, vurulmaq və s. Deməli, nəyə artırılır? Feilə. Deməli, kökü nəymiş? Feilmiş. Məsələn, gün şəkilsi nəyə artırılır? Feilə, azğın, ölgün, solğun. Feilə artırılır. Deməli, kökü nəymiş? Feilmiş. Gün şəkilsi bir dənə sözdə, qəmgin sözündə, bir dənə söz qəmgin sözdür ki, qəmgin sözündə gün şəkilsi isim artırılır. Yetmək qalan vəziyyətlərində sifət artırılmış olur. Deməli, düzdürmək sözündə dür şəkilsi nəyə artırılır? Feilə, yazdırmaq, düzdürmək, baxdırmaq və s. Kök nəymiş? Feil. Ləş şəkilsini bir dənə feilə artıraq. Məsələn,